Herkese salam, ben Meryem. Kanalıma ve videoma hoş gelmişsiniz. Bugün sizlere seher rutinimi çekeceğim. Ama bu sefer daha sağlıklı bir seher rutini olacak. Deməli, idman falan eləyəcəyik. Saat 7'dir. Gedəcəyik yürüyüşə. Belə videoma like atıp kanalıma abone olmağı unutmayın. Videomuza başlayalım. Arkadaşlar, deməli mən hazıram. Qızları gözləyirəm. Belə. Arkadaşlar, deməli neyinirik? Su almağa gedirik. Markete gedib su alacağıq. Daha sonra ən arxa yol var, ora gedəcəyik. Pınar, nə olub? Arkadaşlar, deməli burada ne işimiz var? Burada Pınar ilə gəldik. Pınarın qulaqcığını evdən götürəcəyik. Digərlərində markete göndərdiyi su almağa. Dedim video çəkin, inşallah normal video çəkmişdirlər. Belə. Şöyle magazin elədim. Sarmaz ki yaptım beni en derinden. Ay depremler de yine yüreğir. Pınar! Buraya gel! Ay dostlar, 4000-ci addımımızdayıq hələ. Yəni bizim məqsədimiz 10.000 eləməkdir bunu. Çalışırıq 10.000 eləyək. Yorulmayasınız xala. Ayda kulağımız var. Buradan gedək. Arkadaşlar, deməli sırf 10.000 addım atdıq da, yəni 10.000 addım atdıq. Səhər saat 7'ye qalmışdan gəzintidəyik. Saat 10'un yarısıdır artıq. İndi isə gedirik çörək almağa, daha sonra evdə səhər yeməyi yeyəcəyik. Lənkəran ləhcəsi tutub qızə. Nəysə, getdik. Vav, çörəklər yenidir. Ve yağıştı, inanırsam keyif yığanmadım dağda. Arkadaşlar, deməli evdəyik. Otağın falan halını belə göstərdim də. Yəni çox dağınıqdır ev. Bir dənə buraları yığışdıraq, gəlirəm. Belə. Həm də saatım 5'dir. Biraz zərf yığsın da telefon. Heç nə. Arkadaşlar, deməli bayaq gördünüz, saçımı qurudurdum. Saçımı qurutdum. Dayım gilə gəldi. Çünki Yeganə xanım online dərsə qoşulacaq. Bizim də internetimiz donur. Ona görə də gəldi ki, burada qoşulsun. Çatırıq hal-hazırda. Belə. Bu arada 15.000'ə yaxın addım atdıq. Əsas orada 10.000'i tamamladıq. Elə. Yeganə xanım online dərsindən çıxdı. Biz dayımgildən öz evimizə keçdik. Makyaj falan elədik. Çıxdıq həyətə. Gedirik hara? Markete gedirik. Semiskamız var idi. Özümüzə içəcək bir şeylər almağa. Belə. Sana pula baxın.
Ay Allah. Bu qızın taqəti yoxdur. Dostlar, burada akım var, ondan çəkməyə çalışırıq. Amma mən akımı başından bəri səhv eləmişəm. Mən də öz sevdiklərimi deməliydim, amma deməmişəmmiş. Belə. Deməli, Leylanın ən sevdiyi yemək, səhv eləmirəmsə, salçalı makarnadır ya da yarpaq dolması. Yeganənin ən sevdiyi yemək yarpaq dolması olmalıdır. Belə, getdim. Deməli, Məryəmin ən sevdiyi yemək salçalı makarna, Leylanın da ən sevdiyi yemək salçalı makarna, və təbii ki, mənim ən sevdiyim yemək salçalı makarna. Deməli, mənim ən sevdiyim yemək salçalı makarna, Məryəmin ən sevdiyi yemək salçalı makarna, Yeganənin ən sevdiyi yemək salçalı makarna. Deməli, Leylanın ən sevdiyi rəng bənövşəyi olmalıdır. Yeganənin ən sevdiyi rəng çəhrayı olmalıdır. Deməli, Məryəmin ən sevdiyi rəng yəqin ki, çəhrayı ağ ola bilər. Leylada ağ və qara. Məndə də dəyişir, amma bebek mavisi ən sevdiyimdir. Mənim ən sevdiyim rəng çəhrayı, Məryəmin ən sevdiyi rəng çəhrayı ya da mavi. Yeganənin ən sevdiyi rəng ağ ya da ki çəhrayı. Deməli, Leylanın ən sevdiyi kino Bir Zamanlar Çukurova, yeganənki də Sevdiyim Sənsin. Deməli, ən sevdiyim. Deməli, Məryəmin ən sevdiyi film, yəni serial Kuruluş Osman. Məndə də həmçinin. Leylada da bilmirəm, amma ona da Kuruluş Osman deyəcəm. Mənim ən sevdiyim kinom Molla Abbasdır, amma Məryəm böyük ehtimal Bir Zamanlar Çukurova deyəcək. Ona görə də ən sevdiyim Bir Zamanlar Çukurova. Məryəmlə yeganə də Kuruluş Osman Orxan nədir o? Dostlar, artıq biz 1 saat falan olar ki evdəyik. Mama yemək bişirir, xəngəl bişirir, bir də toyuq qızardır. Toyuq qızardır əslində axşam yeməyini, amma biz xəngəl istəmişdik. Xəngəl də bişirir. Xəngəl bizim fav yeməyimizdir, vazgeçilməzimizdir. Belə. Arkadaşlar, deməli indi hamam otağındayım. Makyajımı təmizləyib keçirəm yatmağa. Dostlar, videom bu qədər idi. İzlədiyiniz üçün təşəkkür edirəm. Kanalıma abunə olub videoma like atmağı unutmayın. Bay bay. Hələlik.